Salam, hər vaxtınız xeyir olsun. Yüksəliş müsabiqəsi, vergi orqanları və gömrük orqanlarına qəbul imtahanlarında istifadə olunan çətin diaqram suallarının izahlarına baxaraq sizə 15 diaqramı izah etmiş olacağıq. Sol tərəfdə bizə mətn verib ki, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda istehsal olunan elektrik enerjisinin həcminə görə cədvəli həll edərək burada verilmiş sual işarəsini tapmaq lazımdır. Və həmin ədədi də yuvarlaqlaşdırıb götürəcəyik. Azərbaycanda istehsal olunan elektrik enerjisi. Sol tərəfdə verib ki, 2023-cü ilin birinci yarısını göstəriciləri. Sağda isə verilib öncəki ilin analoji göstəricinə nəzərən plus artması və azalmasının faizlə miqdarı. Burada necə yazacağıq? Birinci yuxarıda yazıb istehsal olunan bütün elektrik enerjisi 9 milyard 852,1 milyon. Bu öncəki ilə nəzərən 6,50% artıb. Əgər öncəki il 100% idisə, indi bu 6,5% artıb, olub 106,5%. Ədəd ilə miqdarı isə 9 milyard 852,1 milyondur. Öncəki il bu 100% idisə, 100%-ə x yazıb biz keçən ilki göstəricini tapmalıyıq. Çarpaz vurub x-i tapsaq, bu bizə verəcək 9 milyard 250,8 milyon. Bu, ümumi elektrik enerjisinin keçən ilki göstəricisidir. Biz bunu yazırıq lap əvvəldən. Yəni 9 milyard 250,8 milyon ümumi göstəricidir. İstilik elektrik stansiyaları üzrə su, BM, TYZ üzrə külək və günəş üzrə göstəriciləri verir. Və bu keçən ilkinə nəzərən artma və azalmasının faizlə göstəriciləri verir. Biz nə edəcəyik? İstiliyin, BMT, YZ-nin, külək və günəşin indiki göstəricilərinin keçən ilkinə nəzərən neçə faiz artıbsa, biz bunların hər birini tapıb, ümumidən çıxsaq, yerdə su elektrik stansiyaları üzrə qalan miqdarı tapacağıq və o keçən ilkilə indiyə nə qədər dəyişib, artıb yoxsa azalıb onun faizini tapacağıq. İstilik elektrik stansiyaları üzrə 9 milyard 266,1 milyondur göstərici. Bu isə keçən ilə nəzərən 7,34% artıb. Deməli, 100% idisə keçən il, indi olub 107,34%. Bu da ədəd ilə miqdarı 9 milyard 266,1 milyondur. Keçən ilki miqdarı biz 100% götürsək və 100%-in çarpaz vurub hesablasaq, 9 milyard 266,1-i biz 100-ə vurub 107,34-ə bölməliyik. Bu isə bizə verəcək 8 milyard 632,5 milyon. İstilikdə oldu 8 milyard 632,5. Bəs BMTYZ üzrə nə qədərdir? BMTYZ üzrə keçən ilki miqdar nə qədərdirsə, indi 9,37% artıb və olub 83,5 milyon. 83,5 milyonu biz 100 plus 9,87, yəni 109,87 götürəcəyik. Onda 100%-i də x götürüb biz x-i hesablasaq, bu bizə verəcək 76 milyon. Buraya yazacaq 76. Və külək elektrik stansiyaları üzrə miqdarı 21,4 milyondur. Bu keçən ilkinə nəzərən 33,54% azalıb. Yəni 100-dən 33,54-ünü çıxsaq, bu 21,4 milyon təşkil eləyir 100 minus 33,54, 66,46%-ni. Bəs keçən ilki miqdar nə qədərdir? 100%-i nə qədərdir? X.
Çarpaz vurub biz buradan x-i tapsaq, bu bizə verəcək 32,3 milyon. 32,3 milyon da keçən ilki göstəriciymiş. Günəş elektrik stansiyaları üzrə indiki miqdar 19,1 milyondur. Bu keçən ilə nəzərən 6,1% artıb. Demək ki, biz keçən ilki miqdarı 100 götürsəydik, indi olacaqdı 106,1%. Bu isə miqdar olaraq 19,1 milyona bərabərdir. Keçən ilki miqdarı biz 100% götürsək, 100% də x olar. Çarpaz vurub biz buradan x-i tapsaq, bu bizə 18 verəcək. Demək ki, Günəş üzrə də, Günəş elektrik stansiyaları üzrə də 18 milyon imiş göstərici. Ümumi istehsal olunan bütün elektrik enerjisinin miqdarından 9 milyard 250,8 milyondan yerdə gördüklərimiz bunların 4'ünü də toplayıb çıxacağıq. Toplayıb çıxsaq bu bizə 492 milyon verəcək. 492 milyon su elektrik enerjisinin keçən ilki miqdarıdır. 492 milyon. İndi isə bu olub 462 milyon. 492 milyon keçən ilki miqdarı 100%'dir. Keçən ildən bu ilə 492'dən 462'ni çıxsaq 30 azalıb. Neçə faiz azalıb? 30 miqdar azalıb. 30 milyon azalıbsa elə 30 milyonu x götürüb konkret faizi tapa bilərik. 30'u vuracağıq 100'ə, böləcəyik 498'ə. 492'yə daha doğrusu. Bu da bizə verəcək 6,4%. Bizdən yuvarlaqlaşdırıb qiyməti soruşduğuna görə doğru cavab olacaq 6%. Davam edirik. İkinci sualda bizə verib ki, 2023-cü ilin birinci yarısı yenə həmin suala oxşuyur. Göstəriciləri və öncəki ilin analoji göstəricinə nəzərən artma və azalmasının faizli göstəricisi. Bütün əməliyyatların ümumi sayı 8 milyard 510 milyon 300 bindir. Biz burada sonunun milyonunu götürməsək və yaxud ilk 3 rəqəmini götürsək olar. Məsələn, yuvarlaqlaşdırmış olaraq 851 götürə bilərik. 851 ümumi miqdardırsa, bu keçənlə nəzərən 3,5% artıb. Keçən ilki miqdarı 100% olarsa, indi 3,5% artıb, olub 103,5%. Keçən ilki miqdar isə 100% idisə, çarpaz vurub biz x-i tapsaq, bu bizə 822 verəcək. Bütün əməliyyatların sayı keçən il 822 imiş. İndi ilkin bazardakı əməliyyatların sayı nə qədərdir? Nə edəcəyik? İlkin bazardakı əməliyyatların sayını tapıb, ümumidən 822-dən çıxacaq, o isə təkrar bazardakı əməliyyatların sayı olacaq. Və o keçən ildən indiyə nə qədər dəyişibsə, onun faizini tapacaq. İlkin bazardakı əməliyyatların sayı keçənlə nəzərən 25,2% azalıb. Olub, ilk 3 ədəd rəqəmini götürürəm, 348. Deməli, bu il olub 348 və bu keçənlə nəzərən 25,2% azalıbsa 100 çıxaq 25,2. Bu bizə verəcək 74,8%. Keçən ilki miqdarı, yəni 100%-i tapsaq, çarpaz vursaq bu bizə 466 verəcək. Demək ki, ilkin bazardakı əməliyyatların sayı keçən il 466 imiş. Ümumi də 822 olduğuna görə 822-dən 466-nı çıxsaq, yerdə qalan təkrar bazardakı əməliyyatların sayı olmuş olacaq. Çıxsaq bu bizə 356 verəcək. Keçən il 356 imiş. Burada da ilk 3 rəqəmini götürsək, bu il isə 502 olub. Nə qədər dəyişib? Biz indi keçən ilki miqdarı, yəni 356-nı 100% götürsək, bu ilki miqdarı 502-ni isə x% götürüb çarpaz vurub x-i hesablasaq, bu bizə 141% olacaq. 100%-dən 141%-ə nə qədər artıb? 41%. Cavab olacaq 41. Növbəti diaqrama baxaq.
Bu diaqramda bizə 2023-cü ilin yanvar-may aylarına görə təşkilatlardan dövlət sosial, işsizlik və icbari tibbi sığorta haqqları üzrə daxil olmaları göstərib. Deməli, 3 dənədir. Dövlət üzrə, işsizlik və icbari tibbi sığorta üzrə verib. Burada bizə ümumi miqdarları verib. Dövlət üzrə, işsizlik və icbari üzrə. Baxın, kənarda ümumi miqdarı. Və burada isə 2023-cü ilin yanvar-may aylarına görə təşkilatlarda dövlət, işsizlik, icbari tibbi sığortalar üzrə 2023-cü ilə görə qeyri-büdcə təşkilatlarının payını verib bizə. Bizdən isə sonda baxın, büdcəni soruşur bizdən. Bizdə isə sonda büdcəni soruşur. Deməli, burada ümumi miqdarlar verilib. Burada isə qeyri-büdcə miqdarı verilib. Biz burada ümumini tapıb, ümuminin keçən ilə nəzərən necə dəyişməsini hər birində tapıb və ümumi iki yerə bölünür. Həm büdcə, bir də qeyri-büdcə olan. Qeyri-büdcələr keçən ilə nəzərən verilib. Qeyri-büdcənin dəyişmə formasını da tapıb, ümumidən qeyri-büdcəni çıxsaq, büdcəni tapmış olacağıq. Məsələ belədir ki, baxın, dövlət sosial sığorta haqqları üzrə 2022-dən 2023-cü ilə qədər 13,9% artıb. Bayaq yazdığımız suala oxşuyur. 13,9% artıb 2,1 milyard olub. Biz ilk öncə ümumini yazsaq buradan. Ümumilərin miqdarı nə qədərdir? Birinci, dövlət üzrə 2,1 milyard olubsa, biz bunu milyona çevirsək 2100 milyon olacaq. Bu, keçənlə nəzərən 13,9% artıbsa, deməli olub 113,9%. Keçən isə bunun miqdarı 100% idisə, biz buradan bunları çarpaz vurub hesablasaq, bu bizə 1843,7 verəcək. Demək ki, keçən ilkin miqdarı 143,7 imiş. 1843,7. Daha sonra baxaq işsizlik üzrə. İşsizlik, baxın, bu boz rəng olandır. Boz rəngdirsə gəlib bura baxırıq. Bu olub 72,5 milyon manat. Keçənlə nəzərən 2022-dən 2023-ə artımı 15,7-dir. Demək ki, biz 72,5 milyonu bu il artıb 15,7 artıbsa 100 plus 15,7, yəni 115,7 götürəcəyik. Keçən ilkin miqdarını tapanda 100% tapmalıyıq. Çarpaz vurub biz buradan x-i tapsaq, bu bizə 62,7 verəcək. Demək ki, bu işsizlik üzrə miqdar keçən il olub, yəni 2022-də olub 62,7 milyon. Bir də var icbari üzrə. İcbari nə qədərdir? İcbari qara olan hissədir. Bu il olub 370 milyon. Keçənlə nəzərən 17,9% artıb. Keçən ilki miqdarımız 100-dürsə, 17,9% artıb olub 117,9%. Bu olub 370 milyon. Keçən ilki miqdarı isə 100% götürüb, çarpaz vurub biz buradan x-i tapsaq, bu bizə 313,8 verəcək. Demək ki, icbari üzrədə 313,8-dir. Bu, ümumilərin miqdarıdır. Ümumilərin miqdarını tapandan sonra dedi ki, bu iki yerə bölünürdü. Büdcə və qeyri-büdcə üzrə. İndi bizə nə verib? Bizə qeyri-büdcənin 2020, baxın burada 2023-cü ilin dövlət, işsizlik və icbari tibbi sığorta haqqları üzrə daxil olmalardan qeyri-büdcə təşkilatlarının payının, qeyri-büdcənin təkcə 2022-ci ildə müqayisə uyğun olaraq 15,2, 16,1 və 20,8% artaraq 1,3, 54 və 260 milyon manat olub. Deməli, birinci dövlət uyğun olaraq dediyinə görə 15,2% artıb və bu olub 1,3 milyard. Biz bunu tək-tək hesablayacağıq. Dövlət üzrə, bu təkrar deyirəm, qeyri-büdcə üzrədir. Qeyri-büdcədə dövlət 15,2% artıb olub 115,2%. Bu isə miqdar olaraq 1,3 milyarddır.
O birlər milyon olduğuna görə biz bunu milyona çevirsək 1300 milyondur. Keçən ilki miqdarı 100%'dir. 100%'i x. Çarpaz vurup biz buradan x tapsaq bu bizə 112,8 verəcək. 112, daha sonra 1128 verəcək. 1128. Bu bizim qeyri-büdcə üzrə göstəricilərdir. Dövlətdə 1128 alınır. Bəs işsizlik üzrə nə qədərdir? İşsizlik ikinci hissədir. Gəlib ikinci hissəyə baxırıq. 16,1% artaraq olub 54 milyon. Deməli olub 116,1%. Bu isə miqdar olaraq 54 milyon təşkil edir. Keçən ilki miqdarı tapanda, yəni 100%-i x-dir. Biz keçən ilki miqdarı tapmaq istəsək, bu bizə 46,5 verəcək. İşsizlik üzrə miqdar keçən il olub, yəni 2022-ci ildə olub 46,5. İcbari nə qədərdir bəs? İcbari üçüncü hissədir. Burada sonuncu faizimiz onsuz da 20,8%. Miqdar olaraq baxın 260 milyon verib. Demək ki, bu 20,8% artaraq 260 milyon olubsa, 120,8%-i 260 milyona imiş. Keçən ilki miqdarı 100%-i götürüb x yazsaq, biz bunları çarpaz vursaq, bu bizə verəcək 215,2 milyon. 215,2 milyon icbari tibbi sığorta haqlarının 2022-ci il üzrə göstəricisidir. Demək ki, bizə ümuminin miqdarını 2022-dən 23-ə artımı vermişdi. Qeyri-büdcə üzrə 2022-dən 23-ə artımı vermişdi. Bunların hər birinin 2022-ci ilə nəzərən göstəricilərini tapırıq və bunlar birincinin cəmindən ikincinin cəmini çıxanda bizə verir büdcə üzrə 2022-ci ilə nəzərən göstərici. O da eləyir 810. Bu qədər. Dördüncü sualda bizə verib ki, 2018-2022-ci illər ərzində Azərbaycanda boru kəmərləri ilə nəqldən əldə olunan gəlirləri göstərən diaqramdan istifadə edib tapşırığı yerinə yetirəcəyik. Bizə 2019-2022-ci illəri əhatə edən dövrün bir ili ərzində qaz və neftin kəmərləri, neft və kəmərləri ilə nəqldən əldə olunan gəlir ondan əvvəlki illə müqayisədə ən çoxu neçə faiz artmışdır? Bizdə ikisini bir yerdə istəyir. Qaz və neftin. Burada neft boz olan hissədir, qaz isə ağ olan hissədir. Deməli, 2018-ci ildə göstərici nə qədər olub? Biz birinci bunları toplamalıyıq. Bu bizə verəcək 2270 cəmi. 2019-cu ildə qaz və neftin ümumi cəmi nə qədər olub? 2290. Bunları toplayırıq. Bəs 2020-ci ildə nə qədər olub? Bunları toplasaq bizə verəcək 2330. 2021-ci ildə bunları toplasaq bu bizə 3050 verəcək. 2022-ci ildə bunların ümumi cəmi bizə verəcək 3570. Əvvəlki ilə nəzərən 2019-2022-ci ildə neçə faiz artmasını tapanda bizdən 2019-dan sonranı istəyir. Deməli, 2018-dən 19-a neçə faiz artıb? Miqdar olaraq 2018-dən 19-a 20 artıb. 20-nin neçə faiz olmasını götürmək üçün ilkin miqdara nəzərən hesablanır. 2270-i 100% götürürük. 20-ni isə x faiz götürürük. Biz buradan çarpaz vurub x hesablasaq 0,88% eləyəcək. Bizə də istəyir ki, cavabı təkliklərə qədər yuvarlaqlaşdırın. Bu isə bizə 1% verəcək. 2019-dan 2020-yə 2290-da olub 2330. Nə qədər artıb? Cəmi 40 artıb. Buradan bura cəmi 40 artıbsa, əvvəlki miqdarı 2290-ı götürəcəyik 100, arada olan fərqi 40-ı da x götürəcəyik. Buradakı artım miqdarı nə qədərdir? 1,75%. Bəs bunu biz yuvarlaqlaşdırsaq təşkillərə qədər 2% olacaq. 2020-dən 2021-ə nə qədər artıb? 2330-dan 3050 olması üçün bu 720 artmalıdır. Əvvəlki miqdarı, yəni
2330'u biz 100% götürməliyik. Artım miqdarını 720'ni də x götürməliyik. Buradan çarpaz vurub x tapsaq, bu eləyəcək 30,9% və biz bunu yuvarlaqlaşdırsaq, təhlillərə qədər bizə verəcək 31%. 2021'dən 22'yə 3050'dən 3570 oldu. Demək ki, bu 520 artıb. 520 artıbsa, əvvəlki miqdarı, yəni 3050'ni biz götürürük 100%, 520'ni də götürürük x%. Çarpaz vurub x tapsaq, bu da bizə 17% verəcək. Bunların içərisində 2019-2022-ci illərə nəzərən artma faizi deməli ən çox olan olacaq 31%. 5-ci suala baxaq. 2023-cü ilin yanvar-iyun ayları ərzində SOCAR Azər Qaz İstehsalat Birliyinin çağrı mərkəzinə edilən müraciətlərin saylarını verib diaqramda. Və deyir ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində çağrı mərkəzinə edilən bütün müraciətlər əvvəlki ildə, yəni 2022-ci ilə nəzərən dəyişməsini verir. 2022-dən 2023-cü ilə olan dəyişimlər. Əvvəlki ilin müvafiq dövrünə nisbətən bütün müraciətlər 45.624 azalıb, təchizatla bağlı 6.492, təzyiqlə bağlı 3.728 azaldığını bilərək müraciətlərin neçə faiz azaldığını tapacağıq və cavabı da təşkillərə qədər yuvarlaqlaşdıracaq. Deməli, 2023-cü ilin göstəriciləri diaqramda verilib. 2023-ün ümumi göstəricisi nə qədərdir? 2023-də ümumi bunları biz toplasaq, bu bizə verəcək 500.515. 2022-ci ildən 2023-cü ilə bütün müraciətlər 45.624 vahid azalıbsa, biz 2023-ün göstəricisinin üstünə 45.624 gəlsək, 2022-nin göstəricisini tapacağıq. Bu isə bizə verəcək 546.139. Bir təchizatla, bir də təzyiqlə bağlı göstəricilər var. Təchizatla bağlı göstəricilər, təchizat A olan hissədir. Hal-hazırda, yəni 2023-cü ildə 29.967-dir. Bu isə 2022-ci ilə nəzərən 6.492 vahid azalıb. Demək ki, biz üstünə 6.492 gəlməliyik ki, 2022-nin göstəricisini tapa bilək. Bu da bizə verəcək 36.459. Təzyiqlə bağlı göstəricilər qara rənglə işarə olunub. Bu da 37.096-dır. 2023-cü ildə bu 37.096-dırsa, təzyiqlə bağlı göstəricilər 3.728 vahid azalıbsa, bunun üstünə mən 3.728-i gəlsəm, 2022-nin göstəricisini tapa biləcəm. Bu da bizə verəcək 40.824. Ümumi göstəricilər bu qədərdir. Ümumi təchizat, təzyiq və bir də burada digər göstəricilər var. Digərlərin cəminə bərabər olmalıdır. Bizdənsə soruşur ki, bilərək digər müraciətlərin neçə faiz azaldığını müəyyən edin. Birinci, digərin ümumi miqdarını tapmaq lazımdır. Ümumi 2022-də miqdarı nə qədərdir? 54.000, daha doğrusu 546.139. Təchizat və təzyiq ilə təchizatda 36.459-dur, təzyiqdə də 40.824. Təzyiqlə təchizatın cəmini ümumidən çıxsaq, bizə digərlərin miqdarını verəcək. Digər müraciətlərin miqdarı. Bu isə bizə verəcək 468.856. 2022-də bu qədər oldu. 2023-də də eyni qaydada təchizat və təzyiqin cəmini ümumidən çıxsa, bu bizə verəcək 433.452. Digər müraciətlər 2022-ci ildən 2023-cü ilə bu cür dəyişib. Neçə faiz dəyişdiyini soruşduğuna görə birinci miqdarı, yəni 468.856-nı biz 100% götürməliyik.
433.452-ni də x faiz götürməliyik. Çarpaz vurub biz x-i tapsaq, bu bizə 92,5 faiz verəcək. 100 faizdən 92,5 faizə düşübsə, neçə faiz azalıb? 7,5 faiz. Bizdən də təşrihlərə qədər yuvarlaqlaşdırmağımızı istədiyinə görə 8 faiz götürəcək. Doğru cavab 8-dir. 6-cı sualda bizə verib ki, 2023-cü ilin birinci yarım ilində Azərpambıq Aqrar Sənaye Kompleksi MMC-nin ixrac göstəricilərini əks etdirən cədvəl verilib və bu cədvələ əsasən bizdən soruşur ki, 2023-cü ilin birinci yarım ilində ixrac etdiyi məhsulun dəyəri 2021-ci ilin analoji göstəricisindən necə fərqlənir? Demək ki, biz ilk öncə 2021-i tapmalıyıq. Bizə verib ki, 2023-cü ilin birinci yarım il üzrə göstərici 10,8-dir. 2023-də 10,8 əvvəlki ilə nəzərən, yəni 2022-ci ilə nəzərən 77,3 faiz azalıb. Öncəki ilin analoji göstəricinə nəzərən artma və azalmasına. Əgər bu 77,3 faiz azalıbsa, demək ki 10,8 100 minus 77,3 bu bizə verir 22,7 faiz təşkil edir. Bunun 2022-dəki göstəricisini tapmaq üçün biz 100 faizi hesablasaq, 100 faizi x çarpaz vurub biz x-i tapsaq, bizə verəcək 47,57. Bu 2022-nin göstəricisidir. Amma bizə 2021 lazımdır. Gətirib biz buraya yazırıq 47,57. 2022-nin birinci yarım ildə göstəricisi. Bu da bundan əvvəlki 2021-ə nəzərən 15,4 faiz artıb. Yenə eyni qayda ilə. Əgər 47,57 2021-ə nəzərən 15,4 faiz artıbsa, biz bunu götürəcəyik 115,4 faiz. Əvvəlki il, yəni 2021-ci ildə isə 100 faiz götürüb, çarpaz vurub biz x-i həll etsək, bu bizə verəcək 41,23. 41,23 2021-in göstəricisidir. Bizə isə 2023-dən 2021-ə necə dəyişiklik olduğunu, neçə faiz dəyişikliyin olduğunu soruşur. 2023-dən 2021-ə. Deməli, məhsulun dəyəri 2021-in göstəricisindən necə fərqlənib? 2021-dən 23-ə. 2021-ci ildə göstəricisi olub 41,23. 2023-ə gedənə qədər bunun göstəricisi olub 10,8. 2021-də olan miqdarı biz 100% götürürük. 2023-də olan miqdarı isə x faiz. Bax, biz bu tənasübü həll etsək, bizə verəcək 26,2%. Demək ki, 41,23-dən 10,8-i onun 26,2%-ni təşkil edirsə, nə qədər azalıb? 100-dən çıxırıq 26,2-ni, bu bizə verir 73,8%. Demək ki, 73,8% azdır. Doğru cavab A variantı. Qosmosda ən çox PK olan 4 ölkə üzrə PK-lərin sayları verilib. ABŞ, Rusiya, Çin və Birləşmiş Krallıq. Bizdən istəyir ki, hansı ölkəyə aid PK-lərin sayının ikinci dövrü orta aylıq tempi birinci dövrlə müqayisədə aşağı düşmüşdür. Baxırıq, ikinci dövr hansı hissədir? İkinci dövr 2022-23 aralığıdır. Yəni 22-dən 23-ə getdiyi dövr. Birinci dövr isə 2020-dən 22-yə getdiyi dövr. 2020-dən 22-yə, aprelin 1-dən yanvarın 1-ə biz bunları hesablasaq cəmi 21 ay edir. 2022-dən 23-ə isə bu 12 ay edir. Demək ki, bunlar arasındakı fərqi orta aylıq tempi tapanda aylara bölmək lazımdır. Yəni ayların sayına bölmək lazımdır. Məsələn, tək-tək baxsaq, ABŞ-da görək nə qədərdir? Məsələn, ABŞ-ın miqdarını tapsaq. ABŞ-da bunlar arasındakı fərq nə qədər artıb? Birincisi, ikinci dövr
2944'dən 4531'ə. Artım miqdarı 1587'dir. Biz bunu bölməliyik bunlar arasındakı ay fərqinə, yəni 12 aya. Bu ikinci dövrün göstəricisidir. Bu bizə verəcək 132. Bəs birinci dövrdə necədir? Birinci dövrdə isə 1308-dən 2944-ə artıb. Bunlar arasındakı fərq bizə verəcək 1636. Yəni 1636. 1636'dan 36'nı biz böləcəyik 21'ə, ayların fərqinə. Bu bizə verəcək 77,9%. Bu 77,9'dan 70 faiz deyil əslində. 77,9'dan birinci dövrə, birinci dövrdən ikinci dövrə burada artım miqdarı müşahidə olunur. Bizdən isə aşağı düşəni soruşur. Demək ki, ABŞ ola bilməz. Məsələn, Çin ola bilərmi? Çində necədir vəziyyət? Çində 2020'dən 2022'ye bu bunun birinci dövrüdür. Bunlar arasındakı fərq 143'dür. 143'ü götürüb ayların fərqinə 21'ə bölsək, bu bizə verəcək 6,8. Bu bunun birinci dövrüdür. İkinci dövrdə isə necədir? 499'dan 592'ye. Artım miqdarı burada 93'dür. Biz 93'ü götürüb böləcəyik 12 aya. 93'ü 12'ye bölsək, bu bizə verəcək 7,8. İkinci dövrdən birinci dövrə artım müşahidə olunur burada. Daha sonra birinci dövrdən ikinci dövrə artım müşahidə olunur. Bizdə isə azalmanı istəyir. Bəs Birləşmiş Krallıqda necə olacaq? Birləşmiş Krallıqda birinci dövrdür, bu isə ikinci dövrdür. Birinci dövrdə göstərici 130'dan 452'ye artıb. Bu 322 artıb. 322'ni götürüb bölürük 12 aya, 21 aya daha doğrusu. Bunlar arasındakı fərq 21 ay olduğuna görə 21'ə bölsək, bu bizə verəcək 15,33. Bu birinci dövrdür. İkinci dövrdəki göstərici 452'dən 563'ə artıb. Yəni 111 artıb. 111'i biz götürüb ayların fərqinə 12'ye bölsək 9,25 alınacaq. Burada azalma müşahidə olunduğuna görə doğru cavab B variantıdır. Bəs Rusiyada necə olacaq vəziyyət? Rusiyada 167'dən 169'a birinci dövrdür. 2 artıb burada. 2'ni böləcəyik 21'ə. Bu bizə verəcək 0,9%. İkinci dövrdə isə 169'dan 177'ye artıb. 8 vahid artıb. Biz bunu ayların fərqinə 12'ye bölsək, bu eləcək 0,66. Buradan burada artım müşahidə olunduğuna görə bunu götürə bilmərik. Doğru cavab olacaq Birləşmiş Krallıq. Çünki 15,33'dən 9,25'ə düşüb. Yəni birincidən ikinciyə azalma müşahidə olunur. Kənd təsərrüfatı, elektrik enerjisi istehsalı və dövlət idarə etməsi üzrə əsas fondlar milyon manatlarla bizdə qrafikdə göstərilib. 2013-2016-cı illəri əhatə edən dövrün hansı ilində Azərbaycanda elektrik enerjisi istehsalı üzrə əsas fond kənd təsərrüfatı və dövlət idarə etməsi üzrə əsas fondların cəmindən böyük olduğunu soruşur bizdən. Yəni, əsas məsələ burada ondan ibarətdir ki, elektrik enerjisi istehsalı üzrə. Burada var, bizə verib kənd təsərrüfat istehsalı üzrə elektrik, bir də dövlət. Bizdən soruşur ki, boz olan, yəni elektrik enerjisi üzrə istehsal miqdarı kənd ilə dövlətin cəmi birlikdə miqdarından daha böyük olsun. Məsələn, birincidə bizə verib 2015-ci il verib. 2015'ə baxaq. 2015-ci ildə burada verilib nə qədər? 11.000 təxmin olaraq 11.000
700 götürək. Baxın. 11.700 buradadır. Bu hissə nə qədərdir? Təxmini olaraq götürək 6.200. Bəs ağ hissə nə qədərdir? 6.000 ilə 8.000 arasında 7.000 götürək. 11.700 6.200 ilə 7.000-in cəmindən böyük deyil. Çünki bu 13.000 eləyir. Bu isə 11.700-dür. Yəni maksimum 12.000-ə qədər çata bilər. Deməli A variantı ola bilməz. 2014-cü ildə nə qədərdir? 2014-cü ildə tam olaraq 12.000-dir. Bəs rəngli olan kənd təsərrüfatı üzrə əsas fondlar nə qədərdir? Bunu götürək 6.000, biraz 6.000-dən çoxdur, 6.100. Digəri nə qədərdir? Yəni ağ olan hissə dövlət idarə etməsi üzrə əsas fondlar isə 4.000 ilə 6.000 arasında təxmini olaraq burada 4.300 götürək. 4.300. Biz bunları toplasaq bu 10.400 eləyəcək. Ən çoxu. Bu isə 12.000-dir. Təbii ki də 12.000 10.400-dən böyükdürsə cavab olacaq 2014-cü il üzrə Azərbaycanda elektrik enerjisi istehsalı üzrə əsas fondlar kənd təsərrüfatından dövlətin daha çoxdur. Məsələn, digərlərinə baxsaq necə olar? 2013-cü ildə nə qədərdir? Təxmini olaraq 8.500-dür. Təxmini bir qiymətlər götürürük gözə yarı. Burada isə rəngli olan kənd təsərrüfatı üzrə 6.000-dən biraz azdır. Yəni 5.900 götürək. 2013-də bu da 4.000-dən biraz azdır. Yəni təxmini olaraq 3.800 götürək. Bunları biz toplasaq, bu bizə verəcək 9.700. Yəni daha kiçikdir bu. Ona görə C variantı da olmaz. 2016-cı ildə bu 12.000-dir. Buradakı isə rəngli olan kənd təsərrüfatı 6.000 ilə 8.000 arasında. Yəni bizə verir 7.000. Ağ rəngli olan hissəsi isə 8.000-dən biraz az. Təxmini olaraq biz bunu 7.500 götürsək, bunları toplasaq, bu bizə 14.500 verəcək. 14.500 daha böyükdür. Yəni bizə deyir ki, elektrik enerjisi üzrə əsas fondların cəmi daha böyük olsun. O da B variantında alınır. Yəni. Belə bir suala baxaq. Deyir, yardımlı rayonu üzrə əhalinin sayı və təbii artımı ilin sonuna 1000 nəfərlərlə göstərilmişdir. Məsələ nədən ibarətdir? Deməli, 2017-2020-ci illəri əhatə edən dövrün yalnız bir ilində daim yaşamaq üçün yardımlı rayonuna gələnlər və oradan eyni məqsədlə gedənlərdən çox olmuş. Yəni, hər birində gedənlər daha çoxdur. Bir dənəsində yardımlı rayonuna gələnlər daha çoxdur. Biz onu tapmalıyıq. Həmin ildə daim yaşamaq üçün gələnlərin və gedənlərin say fərqini müəyyən edin. Deməli, 2016-cı ildə 65,2. Amma 1000-dirsə, bunun arxasına 2 sıfır yazacaq da təbii ki. 65.200 nəfər var imiş. 2017-ci ildə isə 66.100 nəfər var imiş. 2016-cı ildən 17-ci ilə artım nə qədər oldu? 65.200 nəfərdən 66.100 nəfər oldu. Bu artıb 900 nəfər. Bəs burada aşağı hissədə görürsünüz, əhalinin təbii artımı verir. Ağ hissə əhali sayıdır, qara ilə göstərilən isə əhalinin təbii artımıdır. Əhalinin təbii artımı 0,983. Biz bunu 1000-ə vursaq 983 nəfər olacaq. Demək ki, bu 900 nəfər artmalıdır. Bu isə 983, əhalinin təbii artımı 983 nəfər olmalı idi yəni. Bu isə 900 nəfər artıb deyir. Yerdə qalan 83 nəfər hardadır bəs? Yoxdur. Demək ki, onlar çıxıb gedənlərdir. Bizə isə gedənlərin sayı daha çox olmasın deyir. Gələnlər daha çox olur. Ona görə bu ola bilməz. 2016-dan 2017-yə artım ola bilməz. 2017-dən 2018-ə artım necə olacaq? 2017-də 66.100 nəfərdir. 2018-ci ildə isə 67.000 nəfər oldu. Deməli, 2017-dən 2018-ə bu artıb 900 nəfər. Bəs əhalinin təbii artımı nə qədərdir burada? 942 nəfərdir. Demək ki, burada ölkədən 42 nəfər çıxıb gedib. Ki, yəni 900 olub. 942 olmayıb. Daha sonra 2018-dən 19-a artım nə qədərdir? 2018-də 67.000, 2019-da isə 68.000 oldu. Nə qədər artıb? Bu 1000 nəfər artıb.
Bəs burada neçə nəfər göstərir? 997 nəfər. Demək ki, bu 997 nəfər artmalı idi. İndi isə 1000 nəfər artıb. Hətta 3 nəfər də gələn imiş. Yəni gələnlərin sayı da bunlar arasındakı fərq 3 olacaq. 2019-dan 2020-yə də bax. 2019-cu ildə 68 mindir. 2020-ci ildə isə 68.800-dür. Bu 800 nəfər artıb. Buradakı isə 839-dur. Deməli 839 nəfərdən 39 nəfəri ölkədən çıxıb gedib. Ona görə doğru cavab olacaq B variantı. 10-cu sualda qanunauyğunluq belədir ki, deyir 2017-2021-ci illər ərzində Azərbaycanda olan şəhər və kənd telefon şəbəkəsi taksofonlarının sayını göstərən cədvələ uyğun olan diaqramı seçəcəyik. Bu sadə sualdır. Sol tərəfdə illəri verib və sağ tərəfdə hansının həmin diaqrama uyğun olduğunu soruşur. Məsələn, 2017-ci ildə 740-dır. 2017-ci il təxmin olaraq gəlib düşür bura. Burada bu tam olaraq 800-ün kəsişməsində yerləşdiyinə görə bu da 744-dür. Yəni bu ola bilməz. Biraz 800-dən aşağı olmalı idi yəni. Digər variantlarda eynidir. Məsələn, 2018-ci ildə 601. Baxırıq ikinci dairəyə. Burada 601. Məsələn, 2018-ci ildə 600-dən çox aşağıdır. Burada 2018-də 600-dən çox aşağıdır. Demək ki, 600-ün üstündə olmalıdır tam olaraq. Ona görə C variantı olacaq. Yəni D və B variantı olmaz. Bu qədər. 434 baxırsınız 400-dən biraz yuxarıdadır. 362 400-dən biraz aşağıdadır. 338 də 200-lə 400 aralığındadır. Yəni doğru cavab C variantıdır. 11-ci sualda bizə verib 2019-2022-ci illər ərzində Azərbaycanda ünvanlı dövlət sosial yardımı təyin olunanların sayı göstərilib. Hansı ildə ünvanlı dövlət sosial yardımı alan bir nəfər, bir ailənin üzvlərinin orta sayı ən çox olmuşdur. Yəni biz bunu tapanda baxırıq, burada romb formasında, bir də kvadrat formasında verir. Romb formasında deyir, ünvanlı dövlət sosial yardımı təyin olunmuş ailələrin sayı, ünvanlı dövlət sosial yardımı təyin olunmuş ailə üzvlərinin sayı. Demək ki, təyin olunmuşlar var, bir də ki, ailə üzvlərinin sayı var, bir də ailələrin sayı göstərilir burada. İllərlə 2019, 20, 21 və 22. Məsələ nədir? Kvadratın içərisində gördüyümüz ailə üzvlərinin sayıdır. Burada rombun içərisində gördüyümüz isə, yəni rombun yanında gördüyümüz ədəd isə sosial yardım təyin olunmuş ailələrin sayıdır. Biz nə edəcəyik burada? Biz burada 2021-ci ildə bu ikisidir, baxın. Ümumi ailələrin sayının, yəni 323.996-nı götürüb böləcəm 77.269-a. Bu bizə verəcək 4,2%. Faiz yox, əslində 4,2. Məsələn, 2022-ci ildə nə qədərdir? Götürüb 194.042-ni götürüb böləcəyik 44,716-ya. Bu bizə verəcək 4,3. C variantında, yəni 2019-da biz götürüb 174.659-u 43.171-ə böləcəyik. Bu bizə verəcək 4,4. D variantında 298.881-i götürüb 72.170-ə böləcəyik. Bu da bizə verəcək 4,14. Bizdən də soruşur ki, hansı ildə ünvanlı dövlət sosial yardımı alan bir ailənin üzvlərinin orta sayı ən çox olmuşdur? Ən çox olanı 4,3 olan B variantı olacaq. Davam edirik. 12-ci sualda 2018-2022-ci illər ərzində Azərbaycanda mədəni çıxarma sənayesinin istehsal indeksinin əvvəlki ilə nisbətən göstəricilərinə uyğun olan bir cədvəl verib bizə. Və deyir ki, 2018-2022-ci illəri əhatə edən dövrün hansı ilində Azərbaycanda mədəni çıxarma sənayesinin istehsal etdiyi mal və xidmətlərin həcmi pul ifadəsində, baxın pul, amma bizə faizlərlə verib, 5 ili əhatə edən dövr üzrə orta illik göstəriciyə ən yaxındır. Deməli, biz bunların hamısının dəqiq manatla miqdarını bilmək lazımdır. 2018-ci ildə əvvəlki ilin, əvvəlki dövrün 100,2% qədər olub. Əgər
2018-dən əvvəl 2017-ci ildəki miqdarı biz manatla 100 manat götürsək, 2018-ci ildə isə 100 manatın 100,2 faizi qədər olacaq 100,2 manat. 2019-cu ildə isə 2018-ci ilin 100,4 faizi qədər olacaq. Onda 100,2-nin 100,4 faizini tapanda bu bizə verəcək 100,6 manat. 2020-ci ildə 93,9 faizidirsə, 2019-un 93,9 faizini tapanda bu bizə 94,4 manat verəcək. 2021-ci ildə 2020-ci ilin 101,4 faizini əhatə etdiyinə görə 94,4-ün 101,4 faizini tapsaq, bu bizə 95,78 manat verəcək. 2022-ci ildə 2021-ci ilin 97,7 faizini təşkil etdiyinə görə biz 95,78-in 97,7 faizini tapacaq. Bu da bizə verəcək 93,6 manat təxmini olaraq yazırıq təbii ki də. Və biz bunların hamısını toplayıb 5 ili əhatə edən dövr üzrə orta illik göstəricini tapanda hamısını toplayıb 5-ə bölsək, bu bizə 96,9 manat verəcək. Bu isə ən yaxın olduğu 2021-ci ilin göstəricisidir. 95,78-ə daha yaxın olduğuna görə doğru cavab olacaq B variantı. 13-cü sual. Bu sualda qanuna uyğunluq belədir ki, bizə verib insan problemlərinin xarici və daxili səbəblərini göstərən cədvəldən istifadə edərək tapşırığı yerinə yetirəcəyik. Bir insan problemlərinin xarici və daxili səbəbləri sırasında yalnız negativ hərəkətlər və özünün tənbəlliyi çıxarılsa, baxın, negativ hərəkətlər və özünün tənbəlliyi çıxarılsa, ümumi 100%-dir. 100%-dən 17 ilə 8-in cəmini 25%-ni çıxartsaq, yerdə qalacaq 75%. Bunların cəmi 75%-dir. Hansı cavab variantındakı diaqram insan problemlərinin xarici və daxili səbəblərini göstərir? Təxmini olaraq gözə yarı götürəcəyik biz burada. Deməli, ümumi 100 üzərindən götürmüşdüksə, 100-ün 25% ilə 25 eləyir. Yəni 25 getdi. Yerdə qaldı 75 problem. Biz 75 problemin ilk 4 dənəsini görürük ki, xarici səbəbdəndir. Son bu 2 dənəsi isə daxili səbəbdəndir. Daxili səbəbdən olanların cəmi 25-dir. 9,6-nın cəmi, yəni 100-ün 25% ilə 25 eləyir. Yerdə qalanlar isə 50 təşkil edir. Deməli, cəmi elə bilin ki, 75 dənə problem var. 75 problemin 50-si xarici problemdir. 25-i isə daxili problemdir. Demək ki, daxili problemlər xarici problemlərin yarısı qədərdir və cəmi də 75 edir. Burada təxmini gözə yarı götürəcəyik deyə doğru cavab A variantı götürəcəyik. Çünki burada biz xarici səbəblərə A ilə işarə etsək, xarici səbəblərin yarısı qədər daxili səbəblər olmalıdır deyə gözə yarı cavab A variantı olacaq. Görürsünüz, bu təxmini olaraq 4-dən 1-idir. Axı 25-50-nin 4-dən 1-i deyil. Məsələn, burada ağ hissə daha azdır, bu olmaz, qara hissə daha az olmalıdır. Yəni, daxili problemlər, baxın, burada verilib daxili səbəblərdən. Burada isə 3-dən 1-idir, baxın, ümuminin 3-dən 1-ini təşkil edir. Axı, bu 50-nin yarısıdır. Yarısı olan variant doğru cavab A variantı olacaq. Ümumi mənfəət milyon manatla qrafikdə və doğru mühazirələr soruşur. Deməli, 2013-dən 2020-ci ilə qədər olan göstəricilər verilmişdi burada. 2013-cü ildə 45 mindən az, yəni 44 min verilmişdi. 2014-də yenə 44 mindir. 2015-ci ildə 40 mindən az. Təxmini olaraq biz bunu 38 min götürə bilərik. 2016-cı ildə 45-dən az, biz bunu 43 min götürə bilərik təxmini olaraq. 43 milyon daha doğrusu. 2017-ci ildə 55 ilə 50 arasında olduğuna görə bunu 52,5 götürə bilərik. 2018-ci ildə 60-dan az, 55 ilə 60 aralığında 60-dan biraz azdır. Təxmini biz bunu
59 götürək. 2019-cu ildə isə 55-dən biraz az, biz bunu təxmini olaraq 54 götürək. 2020-ci ildə isə elə 45 mindir. Bunları yazandan sonra bizə verib ki, doğru mülahizələri seçin. 2013-2020-ci illər ərzində orta illik ümumi mənfəət 45,5 milyard manat olmuşdur. Orta illik ümumi mənfəəti tapmaq üçün biz bu gördüyümüz ədədlərin hamısını toplamalıyıq. Bu bizə verəcək 379 milyon manat və biz bunu ümumi sayına bölsək 8-ə. Bizə verəcək 47,38 təxmini olaraq. Amma bunun özü də bir təxmini olaraq deyil, bu isə bizə dəqiq ədəd verib 45,5 milyard manatdır deyir. Bu belə deyil axı. 47,38 milyard manatdır, o da təxmini olaraq. Bu doğru deyil. 2018-ci ilin illik ümumi mənfəətinin əvvəlki ilə nisbətən faizlə dəyişməsi 2014-2020-ci illərə aid istənilən digərliyin analoq göstərisindən daha çox olmuş. Demək ki, biz bunların hər birinin tək-tək əvvəlki illərə nisbətən dəyişmə faizlərini tapmalıyıq. 2013-cü ildən 2014-cü ilə dəyişmə faizi yoxdur. Dəyişmə faizi sıfırdır. Dəyişməyib. 2014-dən 2015-ə dəyişmə necə olub? 44-dən olub 38. 44-ün özü 100% imiş. Bu isə 44-dən 38-ə 6 azalıb. Çarpaz vurub biz x-i tapsaq 15,9 alınacaq təxmini olaraq. Deməli bu 15,9 artıb yoxsa azalıb? 2015-ci ildə artma müşahidə olunur. Ona görə plus atıram. 2016-cı ildə, 2015-ci ildən necə dəyişib? 38-dən 43-ə artım 5 vahid artıb. 38-in özünü götürürük 100%. 5-i də x faiz götürürük. Çarpaz vurub buradan x-i tapsaq, bu bizə 16,2 verəcək. Amma 38-dən 43-ə artdığına görə biz plus atırıq, artım müşahidə olur. 2017-2016-dan necə dəyişib? 43-dən 52,5-ə. Bu 9,5 artıb. Əvvəlki miqdarı 43 idi. 43-ü götürürük 100, 9,5 artıbsa artanı da x. Çarpaz vurub buradan x-i tapsaq, bu 22 olacaq. Demək ki, 2017-də 22 imiş, özü də artırmış. 2018-də 52,5-dən 59 olub. 52,5-i 100% götürsək, o da 6,5 artıb. Onu hesablasaq, bu bizə 12% verəcək. Amma 52-dən 59 olubsa, deməli, yenə artım müşahidə olunur. 2018-dən 2019-a 59-dan 54 olub. Deməli, 5 vahid azalıb. Biz ilkin miqdara, yəni 59-u götürüb 100% götürsək, 5-i də x% götürsək, çarpaz vurub x-i tapsaq, bu bizə verəcək 7. Amma 7% nədir? Azalma müşahidə olunur. Yuxarıda gördüklərimizin hamısı faiz miqdarları. 2020-də 2019-dan 9 vahid azalıb. 54-ü götürürük 100%, 9-u da x. Çarpaz vurub x-i tapsaq, bu bizə verəcək 17. Deməli, 2017-də, daha sonra 2020-də 17% azalıb. Burada minus yazırıq. Bunlar içərisində ən yüksək olanı 2017-ci ildə 22%-dir. Ən az olanı da 2020-ci ildədir. O da 17%. 2018-ci ilin illik ümumi mənfəətinin əvvəlki ilə nisbətən faizlə dəyişilməsi 2018-də nə qədərdir? 12%-dir. 2014-2020-ci illərə aid istənilən digər ilin analoji göstərisindən daha çox olmuşdur. Ən çox olanı 2017-ci ildə olan 22 olduğuna görə bu fikir doğru deyil. 2013-2020-ci illər ərzində orta illik ümumi mənfəət biz bayaq tapmışdıq ki, nə qədər idi? 47,38 idi. Bu deyir 46, təqribən 46 milyarddan çox olmuşdur. Təqribən deyir və 46 milyarddan da çox olmuşdur. Bu fikir doğrudur. 47,38 tapmışıq. 2020-ci ilin illik ümumi mənfəətinin əvvəlki ilin illik mənfəətinə nisbəti tapmışıq 17% azalıb.
2014-2020-ci illərə aid istənilən digərliyin analoji göstəricisindən az olmuşdur. Bu doğru fikirdir. Çünki istənilən bir ili götürsən, ən azı budur. 2020-ci il. Deməli, bu fikir doğrudur. 2015-ci ilin illik ümumi mənfəətinin əvvəlki illə mənfəətinə nisbəti. Burada nisbət verib. Deməli, miqdarı 2015-də nə qədərdirsə, əvvəlki ildən 2014-də nisbəti nə qədərdirsə, onu tapacağıq. 2014-2020-ci illərə aid istənilən bir ilin əvvəlki ilə olan nisbəti, istənilən bir ildə olan miqdarın əvvəlki ilə olan nisbətindən az olmuşdur, deyir. Gözəl insanlar, fərqi yoxdur. Məsələn, biz burada ədədi əvvəlki ədədə bölüb miqdarını da tapa bilərik. Və yaxud faizlərlə miqdarını tapmışıqsa, elə əvvəlki miqdara bölüb sonra 100-ə vursaq, yenə də eyni qiymət alınacaq. Yəni, böyük olanı böyük, kiçik olanı kiçikdir. Burada 2015-ci ildə faiz miqdarı bizə verib əvvəlki ilə qədər 15,9. 15,9, amma necədir bu? Artım müşahidə olunur. 2014-2020 daha az olmuşdu. Burada bu fikir səhvdir. Çünki ən az olanı 2020-dir. Hətta bundan daha az olanlar da var. Yəni, bu fikir doğru deyil. 6-cı sualda deyir, 6-cı punktda deyir, 2017-ci ilin illik göstəricisi ümumi mənfəətin əvvəlki ilə nisbəti 2017 digər hər birindən çox olmuşdur. Bu fikir doğrudur. Çünki 2017-ci ildə ən çox olan faiz buradaydısa 22%, demək ki, ədəd kimi də böldüyümüz zaman digərlərinin hər birindən çox olacaq. Doğru cavab 3, 4 və 6-dır. Son sualımız olan 15-ci suala baxaq. Bu sualda bizə verib ki, malları verib və 2023-cü ilin birinci yarım ilində Azərbaycanın ixrac etdiyi bəzi malların dəyərinin əvvəlki ilə nəzərən müqayisəsi verilib. Deyir ki, spirtli və spirtsiz içkilər 5,54 dəfə artıb. 2023-dən keçən ilə nəzərən 5,54 dəfə artıb. Bu sadəcə özü artıb. Yəni, o birlərlə əlaqəsi yoxdur. Şəkərin miqdarı 54,4% artıb. Meyvə-tərəvəz də 6,8% artıb. Bunların hər biri sadəcə öz daxilində artım müşahidə olunur. Məsələn, meyvə-tərəvəzin miqdarı keçən il 100 idi, indi 6,8% artıbsa olub, məsələn, təxmini olaraq 106. 106,8. Amma şəkər nə qədərdir? Məsələn, şəkər keçən il tutaq ki 200 imiş, indi bu 54,4% artıbsa, 200-ün 54,4% qədər. Yəni neçə? Təxmini olaraq 108 artıb. Olub 308. Buradan bura artıb. İndi bunların hansı çoxdur? Təbii ki, bu çoxdur. Bəlkə də buradakı 100 yox, 1000 imiş. Onda 1000 olanda daha fərqli ədədlər alınacaq. Demək istədiyim odur ki, bunlar öz daxilində artıbsa, bunların bir-birinlə əlaqəsi ola bilməz. Bir hansı doğrudur bizdən? 2023-cü ilin birinci yarım ilində ixrac olunan şəkərin dəyəri ixrac olunan meyvə-tərəvəzin dəyərindən 6 dəfə çox olmuşdur. Dedik ki, bunları müqayisə etmək olmaz. Şəkər və meyvə-tərəvəz müqayisə oluna bilməz. Çünki hansının nə qədər olduğunu bilmirik. Öz daxilində dəyişməsi var. 2023-cü ilin ixrac olunan meyvə-tərəvəzin dəyəri spirtli və spirtli içkilərin dəyərindən dəyişirsə, deməli bunu da bilə bilmərik. Niyə? Çünki müqayisə olunur. Cədvəldə verilən malların ixracda dəyəri ən çox olanını müəyyən etmək mümkün deyil. Doğrudur. 2023-cü ilin birinci yarımında ixrac olunan spirtli, spirtsiz içkilər, bunun davamı düşmür. Davamında meyvə-tərəvəzi soruşmalıdır desən. Yəni, digər bir malı soruşduğuna görə burada müqayisə yenə də ola bilməz. Ona görə doğru cavab C variantıdır. İzahlarımız bu qədərdir. Hər birinizə uğurlar arzu edirik.